Bu dəqiqələrdə Bakı Məhkəmə kompleksində təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi davam edir və məhkəmə iclasında zərər çəkmişlərin hüquqi varisləri son sözlə çıxış edirlər. Ruben Vardanyan ölkəmizə və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinir. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri, o cümlədən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, muzluluq və digər maddələri ilə ittihamlar irəli sürülür. Məhkəmə istintaqına ötən ilin yanvarında başlanılmışdı. Bir il müddətinə məhkəmə istintaqı aparıldı Bakı Məhkəmə kompleksində. Yüzlərlə zərər çəkmiş və zərər çəkmişin hüquqi varisi ifadə verdi. Eyni zamanda məhkəmə istintaqı zamanı çoxsaylı subutlar, faktlar araşdırıldı, tədqiq olundu, fotomateriallar, video materiallar nümayiş etdirildi və məhkəmə prosesində, məhkəmə istintaqında araşdırıldı. Proses məhkəmə istintaqı yekunlaşdıqdan sonra tərəflərin çıxışlarına başlanıldı. Ötən ilin dekabrında ilk olaraq dövlət ittihamını müdafiə edən prokurorlar çıxış etmişdilər. Onlar məhkəmə istintaqı zamanı subutların, faktların təsdiqini, ittihamın təsdiqini tapdığını bildirərək məhkəmədən Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını xahiş etmişlər. Bundan sonra isə məhkəmə zərər çəkənlərin ifadələrini dinlədi. Bugünkü məhkəmə prosesində çıxış edən zərər çəkmişlər də dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə razılaşdıqlarını bildirdilər və qeyd etdilər ki, onlar da məhkəmədən Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını xahiş edirlər. Məhkəmə prosesi davam edir. Növbəti mərhələdə isə Ruben Vardanyan son sözlə çıxış etməlidir və eyni zamanda onun vəkili son sözlə çıxış etməlidir. Məhkəmədə daha doğrusu çıxış etməlidir. Ruben Vardanyanın məhkəmədə son sözlə çıxış edib etməyəcəyi hələlik bəlli deyil. Çünki məhkəmə istintaqı zamanı o sərbəst ifadə verməkdən imtina edib. Eyni zamanda o dövlət ittihamını müdafiə edən prokurorların çıxışlarını, suallarını cavablandırmaqdan da imtina etmişdi. Amma buna baxmayaraq məhkəmə istintaqı zamanı zərər çəkmişlərin hüquqi varislərinə çoxsaylı suallar ünvanlanmışdı. Və eyni zamanda o hüquqlarını müdafiə edən, ilk olaraq hüquqlarını müdafiə edən dövlət tərəfindən təyin olunmuş vəkildən də imtina etmişdi. Amma sonraki mərhələdə isə özünün seçdiyi vəkilindən də imtina etdi və ona dövlət tərəfindən yeni müdafiəçinin təyin olunmasına etirazını bildirmədi. Hal-hazırda məhkəmə prosesində Ruben Vardanyanın hüquqlarını Azərbaycan dövləti hesabına təyin olunmuş vəkil müdafiə edir. Amma onu da qeyd etməliyik ki, Ruben Vardanyan bir il davam edən məhkəmə istintaqı zamanı ifadə verməsə də çoxsaylı vəsadətlərlə çıxış edir və təbii ki, onun vəsadətlərinin hüquq çərçivəsində olan vəsadətləri məhkəmə tərəfindən təmin olunub. Məhkəmə prosesi hazırda davam edir və bugünkü iclasla bağlı biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq.